Salam əziz dinləyicilər, xoş gördük hər birinizi. Bugün sizə çoxumuzun diqqət etmədiyi, amma əslində çox faydalı olan turp yarpağından danışacağım. Heç düşünmüsünüzmü ki, hər gün atdığımız turp yarpaqları əslində nə qədər faydalıdır? Bəlkə də siz ən dəyərli hissəni zibilə atırsınız. İnsanların əksəriyyəti turp yarpağını faydasız hesab edib atır. Amma əsl həqiqət tam fərqlidir. Bu yarpaqlar bədən üçün əsl vitamin və mineral mənbəyidir. Bu videonu izlədikdən sonra turp yarpağını bir daha əsla atmaq istəməyəcəksiniz. Əgər tez yorulursunuzsa, immun sisteminiz zəifdirsə və ya həzm probleminiz varsa, bu video sizin üçün çox faydalı olacaq. Çünki bugün sizə təbii və güclü təsirə malik bir qidadan danışacağım. Bilirdinizmi ki, bəzi hallarda turp yarpağı turpun özündən daha faydalı olur? Bəli, səhv eşitmədiniz. Bu sadə yarpağın içində gizlənən faydalar sizi həqiqətən təəccübləndirəcək. İndi isə gəlin turp yarpağının əsas faydalarına keçək və bu yarpağın bədənimizə necə müsbət təsir etdiyini birlikdə öyrənək. Turp yarpağı çox vaxt insanlar tərəfindən atılan və ya istifadə olunmayan bir hissə olsa da, əslində olduqca dəyərli və faydalı bir qidadır. Bu yarpaqlar vitamin və minerallarla zəngin olduğu üçün orqanizmin ümumi sağlamlığını qorumaqda mühüm rol oynayır. Xüsusilə C vitamini baxımından zəngin olan turp yarpağı immun sistemini gücləndirir, bədəni virus və bakteriyalara qarşı daha davamlı edir. Bu vitamin həm də dəri sağlamlığı üçün vacibdir. Dərinin daha parlaq və sağlam görünməsinə kömək edir. Qırışların yaranmasını gecikdirir. Turp yarpağında A vitamini də yüksək miqdarda olur. Bu vitamin göz sağlamlığı üçün əhəmiyyətlidir və görmə qabiliyyətinin qorunmasına kömək edir. Eyni zamanda dəri hüceyrələrinin yenilənməsini sürətləndirir və dərinin qurumasının qarşısını alır. Turp yarpağı həmçinin K vitamini ilə də zəngindir. Bu isə qanın laxtalanmasında mühüm rol oynayır və sümüklərin möhkəmliyini artırır. Bu yarpaqların tərkibində dəmir elementi də mövcuddur ki, bu da qan azlığının qarşısını almaqda böyük rol oynayır. Dəmir bədənin enerji səviyyəsini artırır, yorğunluq və halsızlıq hissini azaldır. Turp yarpağı xüsusilə anemiya problemi yaşayan insanlar üçün faydalıdır. Bununla yanaşı tərkibində kalsium da vardır ki, bu da dişlərin və sümüklərin möhkəmlənməsinə kömək edir. Turp yarpağı liflə zəngin olduğu üçün həzm sistemi üçün də çox faydalıdır. Bağırsaqların daha yaxşı işləməsini təmin edir, qəbizlik problemini azaldır və mədə-bağırsaq sistemini tənzimləyir. Lifli qidalar eyni zamanda arıqlamaq istəyən insanlar üçün də faydalıdır. Çünki daha tez doyma hissi yaradır və uzun müddət tox saxlayır. Bu isə artıq yeməyin qarşısını alır və çəkiyə nəzarəti asanlaşdırır. Turp yarpağında olan antioksidant maddələr bədəni zərərli sərbəst radikallardan qoruyur. Bu maddələr hüceyrələrin zədələnməsinin qarşısını alır, erkən qocalmanı ləngidir və bəzi xroniki xəstəliklərin yaranma riskini azaldır. Antioksidantlar eyni zamanda dərinin sağlam qalmasına kömək edir və saçların daha güclü olmasını dəstəkləyir. Bu yarpaqlar qaraciyər üçün də olduqca faydalıdır. Qaraciyərin funksiyasını dəstəkləyir və bədənin təmizlənmə prosesini sürətləndirir. Turp yarpağı sidik qovucu təsirə malikdir. Bu da orqanizmdə yığılan artıq mayenin xaric olunmasına kömək edir və şişkinliyi azaldır. Bu xüsusiyyət xüsusilə böyrək funksiyasının dəstəklənməsi baxımından faydalıdır. Turp yarpağı ürək-damar sağlamlığı üçün də əhəmiyyətlidir. Tərkibində olan kalium qan təzyiqini tənzimləyir və ürəyin normal işləməsinə kömək edir. Bu isə yüksək təzyiq riskini azaldır və ürək xəstəliklərinin qarşısının alınmasına dəstək olur. Eyni zamanda damarların elastikliyini qoruyur və qan dövranını yaxşılaşdırır. Turp yarpağının antibakterial və iltihab əleyhinə xüsusiyyətləri də vardır. Bu xüsusiyyətlər bədəndəki zərərli bakteriyalarla mübarizə aparmağa kömək edir və iltihabların azalmasına səbəb olur. Bəzi hallarda turp yarpağının müntəzəm istifadəsi dəridə yaranan sızanaq və digər problemlərin azalmasına da kömək edə bilər. Bu yarpaqların daha bir üstünlüyü isə onların təbii enerji mənbəyi olmasıdır.
orqanizmi gücləndirir, gündəlik fəaliyyət üçün lazım olan enerjini artırır və ümumi həyat keyfiyyətini yaxşılaşdırır. Turp yarpağı eyni zamanda sinir sistemi üçün də faydalıdır. Stres və gərginliyin azalmasına kömək edir. Turp yarpağını müxtəlif formalarda istifadə etmək mümkündür. Onu salatlara əlavə etmək, şorbalarda istifadə etmək və ya göyərti kimi yeməklərə əlavə etmək olar. Hətta bəzi insanlar turp yarpağından çay hazırlayaraq istifadə edirlər. Bu, xüsusilə həzm sistemini rahatlatmaq üçün faydalı hesab olunur. Gördüyünüz kimi, sadə bir yarpaq belə orqanizm üçün çox böyük faydalar verə bilər. Sadəcə onu düzgün tanımaq və istifadə etmək lazımdır. Unutmayın ki, sağlam həyat kiçik vərdişlərlə başlayır. Turp yarpağını artıq atmaq əvəzinə onu qidalanmanıza əlavə edin və bu faydalardan yararlanın.